Murat müəllim, bu siz yaratdığınız biz klub formatı böyük maraq doğurur. Vallahi insanlar soruşur, ben növbəti tədbirimiz nəylə bağlı olacaq? Növbəti tədbirimiz üçün çox maraqlı bir mövzu seçmişik. Bilirsiniz ki, bu günləri bizim üçün vacib olan faktlardan biri Ermənistan-Azərbaycan sülh prosesidir. Artıq müharibə geridə qalır. Biz düşünməliyik ki, dövlət, iki xalqlar bu sülh prosesini həyata keçirilməsində o bizim hansı çətinlərlə, çoxlu çətinliklərlə biz rastlaşacağıq. Bunu nə formada, nə cür həyata keçirdək? Ona görə ki, artıq müharibələrin hər zaman sonu sülhlə qurtarır və bəli, bizim bu 30 il ərzində çox ağırlı, çətin dövr keçmişik, biz üçün çətindir. Amma gələcək nəsillər üçün biz bu sülhü təmin eləməliyik. Bu tədbiri biz bu mövzuda həyata keçirmək istəyirik və bunun üçün bizim üçün çox maraqlı bir nümunələrimiz var. Vaxtilə hələ Qarabağ müharibəsi başlamamış 1987-ci ildə bizim ziyalılarımızın gözəl bir nümunəsi oldu. Erməni tanınmış kino rejissoru Sergey Parajanov Şərq nağılı Aşıq Kərim filmini çəkəndə o filmə Azərbaycan bəstəkarı bizim hər bir sevdiyimiz Cavanşir Quliyev dəvət elədi. Baxmayaraq ki, bu film üçün bir neçə musiqini erməni bəstəkarı yazmışdı. Amma və bu Qarabağ hadisələri artıq başlayırdı. Sergey Parajanov özü Cavanşir Quliyevin musiqisini seçməklə bu filmlə həmin hadisələrin qarşısını almaq istəyirdi. Və iki nümayəndə, Ermənistan və Azərbaycan nümayəndələri bu filmin üstündə işlədilər, gözəl bir film çəkdilər. Hətta vaxtilə məşhur Marcella Mastroianni Tiflisə gəlmişdi, bu filmi Kanna aparmaq istəyirdi. Və bu film Bakıda çəkildi, Şəkidə çəkildi və Parajanov həddindən artıq çox ciddi təsirlərlə rastlaşdı bu filmlə bağlı Ermənistanda. Ona qarşı qadağalar qoyuldu. Günlər isə biz yenidən qayıtmışıq prosesi və mən hesab edirəm ki, o nümunəni biz qaldırıb, o nümunə ətrafında müzakirələri apararıq və bizim qonağımız Cavanşir Quliyev özü olacaq. Bu filmlə bağlı bir çox məsələlər var ki, bizim ictimaiyyət bilmir. Bu fikirlərlə bölüşəcək. Hesab edirəm ki, düşünürəm ki, çox yaxşı, maraqlı olacaq və bəlkə də bu sülh prosesi üçün gələcəkdə bir təkan olacaq. Bizim ziyalılarımız həm Ermənistan tərəfdən, Azərbaycan tərəfdən gələcəkdə bu nümunəni bir əsas götürüb, bunun ətrafında bu sülh prosesini həyata keçirməyə çalışacaqlar. Murat müəllim, deyirlər, ataların bir sözü var da, düz oturaq, yoxsa tərsinə, əyri oturaq, düz danışaq. Biz əyri oturmuşuq deyəndə düz danışaq. Bu ziyalıların bilirsiniz ki, əsasən Ermənistanda olan ziyalıların əfsuslar olsun, çox negativ rolu oldu Azərbaycan-Erməni münaqişəsinin alovlanmasında. 80-ci illərin sonu, 90-ların əvvəli və üzərindən belə deyək, bir dövran keçəndən sonra yəqin ki, tam məntiqə uyğun yenə ziyalılar toplaşsın və bu məsələnin çözülməsində iştirak etsin. Necə ki, mən bilən, əsasən erməni ziyalıların üzərində də məsuliyyət. Bu qədər itki oldu. Bu qədər ölən, bədbaxt ailələr oldu. Nəyə görə? Axı o Ermənistanın ziyalıları çıxartdı cəmaatı küçələrə və Azərbaycan ziyalıları tərəfindən də bir mənalı qarşılanmadı o proses. Siz bilən bu nə qədər uyğundur ki, sırf bu dövran tamamlanandan sonra, biz qalib gələndən sonra yenə də nə qədər uyğundur ki, sırf ziyalılar çalışsın, həm sülh dialoqunu bərpa etsin, həm də o münaqişənin negativ yaralarının üstündə bəlkə, demərəm nəli həm çəksin, bəlkə heç olmasa nisbətən azalsın o təsiri. Tamamilə mən sizinlə razıyam. Ermənistan ziyalılarının bu hadisələrin baş verməsində, bu hadisələrin həyata keçirilməsində çox böyük rol olmuşdur. Və bu günləri və o məsuliyyət onların üstündədir. Və o məsuliyyətdən irəli gələrək, onlar bu günləri çıxış eləməlidirlər öz xalqlarının qabağında, etiraf eləməlidirlər ki, bu 30 il apardığı fəaliyyətin nəticəsi onlar üçün faciə ilə bitdi və sülhdən başqa alternativ yoxdur. Və biz ziyalılardan danışırıq. Niyə ziyalılar edilməz? Ona görə ki, ziyalılar həmişə cəmiyyətin aparıcı qüvvəsi olur.
xalqdır, adi insanlardır. Onları tanıyırlar, onlar inanırlar, onlar qulaq asırlar, bunların dalınca getməyə meyil olurlar. Bu baxımdan bu günləri məhz Ermənistan ziyalılarının üstündə böyük bir məsuliyyət var. Və mən hesab edirəm ki, bizim bu tədbirlə bəlkə də məhz o məsuliyyətdən irəli gələrək, onlar da bizim bu tədbirin baxıb, eşidib, biz bununla bağlı müəyyən bir çəkilişlər də paylaşacağıq. Bir nəticə çıxardıb başa düşəcəklər ki, onlar qabağa düşüb məhz öz xalqlarına başa salmalılar ki, hansı səhv yolu keçmişdilər. Və bilirsiniz ki, bu günləri Azərbaycan prezidenti, Ermənistan baş naziri artıq bununla bağlı Amerika Birləşmiş Ştatlarında rəsmi sənədlər imzalayıblar. Biz artıq sülh müqaviləsinin paraflanmasını həyata keçirmişik və çox güman ki, yaxın gələcəkdə bunu imzalayacağıq və bunlar hamısı gələcəkdə Cənubi Qafqazın inkişafına, bizim ölkələrimizin, bizim xalqlarımızın, bizim dövlətlərimizin firavan yaşaması üçün zəmin yaradacaq. Ona görə biz də hər birimiz çalışmalıyıq bu istiqamətdə əlimizdən gələn bu işləri həyata keçirməyə. Aşıq Qərimlə bağlı çox maraqlı mənim araşdırmam olub. O da inşallah sizin tədbirdə mən təqdim edəcəm. Şübhə edirəm ki, o da bir şok, yaxşı mənada həm erməni tərəfi üçün, həm bizim üçün yaxşı bir şok olacaq. Əlbəttə ki, Rizvan müəllim, sizin bu sahədə çox böyük təcrübəniz var. Sizi tamaşaçılar, sosial mediada sizin həddindən artıq çox izləyiciləriniz var və onlar da bu fikirləri eşidəndən sonra əlbəttə ki, maraqlanacaqlar və hesab edirəm ki, bizim hər birimizin borcumuzdur ki, bu istiqamətdə əlimizdən gələn fəaliyyəti həyata keçirdək